Litva, Estoniya və Latviya ilə birlikdə 3 Baltik ölkəsindən ən böyüyü və əhalisi ən çox olanıdır. Şərqində və qərbində alçaq təpələr olsa da, ümumilikdə ölkə düzənliklərdən ibarətdir. Bu ölkədə yaşıl təbiətə çox böyük önəm verilir. Onlara məxsus təbiətə heç vaxt zərər vurmurlar. Ölkə ərazisinin təxminən 30%-i meşə sahələrindən ibarətdir. Paytaxtı Vilnius şəhəri olan Litva Avropanın şimal-şərqində yerləşir. Sərhəd qonşuları Belarus, Latviya və Polşa kimi dövlətlərdir. Müasir Litvanın əcdadları eramızdan əvvəl 2000-ci illərdə bu torpaqlara köç etmiş Balt tayfalarıdır. Eramızdan əvvəl 1200-cü illərdə isə Mindaugas adlı bir kral bu tayfaları bir bayraq altında birləşdirməyə nail olub. Bu səbəbdən min illərdən formalaşan bir yaşayış mədəniyyətinə sahib Litva torpaqlarında milli şuur 12-ci əsrlərdə formalaşmağa başlayıb. Litvalılar o dövrlərdə kiçik icmalar şəklində yaşayırdılar və qədim inanclardan biri olan paqanizmə inanırdılar. 14-cü əsrin sonlarına yaxın isə xristianlığı qəbul etdilər və bir neçə əsr ərzində Avropanın ən geniş ərazisinə sahib dövlətlərindən birinə çevrildilər.